Yollarım bir yurda baş alıb gedir, daha ayrılıqlar üstümə gəlməz. Yadların sınağı tufana dönə, bir çiçək mehrinə tablaya bilməz. Elə sınağından keçdim dağların, narahat yollar da mənə düz gəlir. Hər şeyi zəhmətlə qazandığımdan, zəhmətim özümə ölümsüz gəlir. Dinlədiyiniz bu möhtəşəm misralar Azərbaycanın xalq şairi, qəlbi hər zaman vətən eşqi ilə döyünən və bu günlərdə 80 illik yubileyini qeyd edən Sabir Rüstəmxanlıya məxsusdur. Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-sində Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdu. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş, filologiya elmləri doktorudur. Azərbaycanın xalq şairidir, şöhrət ordeni ilə təltif edilib. 40-dan çox kitabın müəllifidir, onlardan 15-i xarici ölkələrdə çap edilib. Rus və fars dillərini bilir. Dünya Azərbaycanlıları Konqresinin həmsədridir. 1967-ci ildən Ədəbiyyat və İncəsənət qəzetinin redaksiyasında kiçik ədəbi işçi, baş ədəbi işçi şöbə müdiri, 1978-ci ildən Yazıçı nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini və baş redaktor işləyib. 1989-cu ildə ölkəmizdə ilk müstəqil demokratik mətbu nəşr olan Azərbaycan qəzetini yaradıb və 2 il onun baş redaktoru olub. Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair, yazıcı və publisistdir. Onun yaradıcılığı əsasən vətənpərvərlik, milli azadlıq, xalqın taleyi və mənəvi dəyərlər mövzularına əhatə edir. Sabir Rüstəmxanlının şeirlərində Azərbaycan sevgisi xüsusi güclə hiss olunur. O vətəni yalnız torpaq kimi deyil, xalqın dili, tarixi və milli kimliyi kimi təqdim edir. Şairin əsərlərində azadlıq ideyaları, milli birlik və istiqlal arzuları geniş yer tutur. Onun yaradıcılığında xalq ruhuna yaxınlıq diqqəti cəlb edir. Şair sadə, axıcı və təsirli dil üslubu ilə oxucusunun qəlbinə yol tapır. Sabir Rüstəmxanlı həm lirik şeirləri, həm də publisistik yazıları ilə cəmiyyətdə milli düşüncənin formalaşmasına təsir göstərib. Yazıçının Ömür kitabı əsəri oxucular tərəfindən böyük maraqla qarşılanıb və milli yaddaşın qorunması baxımından mühüm əsərlərdən biri hesab edilmişdir. Onun yaradıcılığı insanları keçmişinə sahib çıxmağa, milli mənəvi dəyərləri qorumağa çağırır. Sabir Rüstəmxanlının əsərləri bu gün də aktuallığını qoruyur. Çünki onun poeziyasında səslənən vətən sevgisi, azadlıq ruhu və milli qürur hissi hər zaman yaşayacaq dəyərlərdir.